Və əziz bilgələr, hal-hazırda dərsimizin ortasına Natiq MMC çatdırılma xidməti vasitəsilə demin yeni çıxmış, elə bu günlərim isti-isti çıxıbdı. Yeni çıxmış 20 sınaq tarix toplusu gəldi, əlimizə çatdı və biz bunu surət qrupunda və təkrar qrupumuzda mövzuları keçdikcə artıq həm buradan, həm mənim öz sınaqlarımdan, həm də digər kursların, qəbulların təkmilləşmiş bir versiyasından işləyəcəyik. Və bu izahı çəkərək də ona məlumat vermək istəyirəm ki, elə yerinə düşmüşkən, burada sizin reklamınız ola bilərdi. Mart ayının 17-sindən etibarən bizimlə də mənim onlayn formada ilk surət qrupum fəaliyyətə başlayacaq və indi martın 17-sindən bir qrup fəaliyyətə başlayacaq. Bu qrup artıq yığılır, dolmaq üzrədir. Bir də aprelin 1-dən növbəti qrupu başladacam fəaliyyətə və bu qruplarda qoşulmaq istəyən uşaqların nəzərinə onu çatdırıram ki, mən heç vaxt hazırlığa kimisə götürəndə gözəl, səmimi bir hazırlıq gedişi vəd eləməmişəm onlara. Mənim əsas valideyndən də, hazırlaşdırdığım uşaqdan da tələbim məsuliyyətli olmaq, iradəli olmaq olubdur və çalışqan olmaq olubdur. Çünki uşaqlar elə bilir ki, əgər müəllim dərs izahında deyib gülürsə, ancaq dərs boyda elə deyib gülür, bura olur çayxana. Elə bir şey mümkün deyil. Siz nəticə toplamaq istəyirsinizsə, çox əziyyət çəkməlisiniz. Əgər əziyyətə dözümünüz yoxdursa, bura əylənməyə, sosiallaşmağa, oynamağa gəlmək istəyirsinizsə, gəlməyin. Əgər iradəniz varsa, gücünüz çatırsa, istəyirsinizsə, qoşula bilərsiniz. Yox, deyirsinizsə, yox müəllim, sən başqa söhbət elədin, onda öz yolunuzla davam edə bilərsiniz.